Saadət nə deməkdir? Bu suala mən özümü çox yordum. Tapa bilmədim. Saadət nə deməkdir? Bir tələbəykən məktəbi axıra vurmaqdır dedim. Məktəbi bitirdim, işə girdim. Saadət bu mudur? Yox, bu değilmiş. Böyük dahilər oxudum, gördüm. Çoxları sevgini saadət bilirmiş. Sevdim. Gecə gündüz yandım şam kimi. İstirab, gözyaşı, min qam, min qada. Tapmadım. Yenə də saadətimi. İşqin əzabları şirin olsa da evləndim. Həsrətə son qoymaq üçün. Qutardı o şirin istirablarda. İndi də qayğılar artır günbəgün. Saadət. Dedim hardasan? Ay Saadət, harda? Saadət üfüqmüş. El çatmaz ona. Aydın görünsə də o bizə gendən. Arzular sıxışmır onun yoluna. Səndən uzaqlaşır yerdikcə sən. Seyr edib yaxını, gah da uzağı. Biraz seçə bildim qaranı ağdan. Yaxşı görmək üçün uca bir dağı. Gərək sən baxasan ona uzaqdan. Bəlkə də saadət elə budur. Bu hardasan? Harda? Gəl, gəl deməkdir. Bəlkə də saadət ömrümüz boyu nəysə gözləmək, hey gözləməkdir. Tapdım. Tapdım saadəti. Dara düşəndə alıb öz gücümü xəyallarımdan kiməsə, nəyəsə, hardasa mən də gərək olduğumu bildiyim bir zaman. Çıraq ol, nurunu artır günbəgün. Hər yerdə, həyatın boğ zülmətinə. Məncə, çıraq olub başqaları üçün yananlar tapıbdırsa.